Sabirabad rayonunda pambıq səpinə başlanıb. Rayonun Zəngənə kəndində tarla günü keçirilib. Toplantıda Sabirabad rayon İcra Hakimiyyətinin Azərpambıq Azərbaycan Sənaye Korporasiyası MMC-nin Azərbaycan İnvestisiya Holdingin nümayəndəsi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin, pambıqçılıq şirkətlərinin rəsmiləri, Sabirabad və Saatlı rayonundan onlarla fermer iştirak ediblər. Tədbirdə həm ənənəvi, həm də qoşa cərgə üsulu ilə pambıq əkininin, həm də əkinlə gübrə verilməsi prosesi müşahidə edilib. Həmçinin səpin zamanı istifadə edilməsi tövsiyə olunan yeni və xarici sortlardan bəhs edilib. Bundan başqa pambıq becərilməsi zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə edilib. Sahəyə gübrə səpirik bir dəqiqə. Həm selki ilə, səpin əqrəqatı ilə karbamid səpirik. Toxumdan deməli ki 5 sm aralı. Həm də ki sahəyə birbaşa bizim bir şirkət var, o bir orqanik gübrə sahəyə səpir, üstücən əkin əkirik, dalıcan əkin əkirik. Azərpambıq ASK MMC 4000-dən artıq fermerlə müqavilə bağlayaraq 23 min hektardan artıq sahədə pambıq əkməyi planlaşdırılmışdır. Hal-hazıra qədər 22 min hektardan çox müraciət olunmuşdur və müraciətlər davam edir. Səpin işləri davam edir, torpaqlar şumlanmışdır. Tövsiyə odur ki, ölkədə biz yeri pambıq sortlarına, yəni vegetasiya müddəti 125-130 gün olan sortları əkək. Bunun üçün bu toxumların istehsalının, toxumçuluğun işini təşkil etmək lazımdır. Bu sortlarda mən axırıncı son illərdə Gəncə 160, Gəncə 182 və Gəncə 183 pambıq sortlarıdır ki, biz bu günləri fermerlər bunlardan istifadə edirlər. Keçən illəri 60 hektar sahədə pambıq əkmişdim, bəyaz altun. Bu illəri inşallah onu 90 hektar eləmişəm. Eyni toxumdan bəyaz altun əkirəm inşallah. Hər bir hektara da 120 kiloqram yerli gübrədən istifadə edirəm əkim vaxtı. İnşallah su vaxtı da hardasa 200-240 kilo da əlavə gübrə verəcəyik. Aydın Yavərzadə bugün informasiya proqramı üçün